Adətən istənilən rayon barədə qonaqlarda təəssürat yaradan bir neçə ictimai yer olur ki, bunların sırasına avtovağzal, bazar, parklar və s. daxildir. Azərbaycanın ən dilbər güşələrindən biri olan Oğuz rayonunun bu yerlər sarıdan qətiyyən bəxti gətirməyib. Əslində görüntülər hər şeyi bizim əvəzimizə deyir. Bəlkə də heç bunlara əlavə şərh verməyə ehtiyac belə yoxdur. Lakin bu acınacaqlı, bərbad vəziyyətə görə cavabdeh olan şəxs və şəxslərin kimliyini, onların xidmətlərini və nailiyyətlərini qeyd etməsək doğru olmaz. Rayon mərkəzinin girişindəki füsunkar dağ mənzərəsi və səliqəli asfalt yol ilk olaraq bu gözəl, böyük tarixi olan diyar barədə çox müsbət təəssürat yaradır. Ancaq bu təəssürat məmur səhlənkarlığının, özbaşınalığın, cəzasızlığın sayəsində tezliklə 180 dərəcə dəyişir. Məsələn, xüsusilə indiki bayram günlərində rayonlara axının xeyli artdığı bir vaxtda avtobusdan düşən qonaq özünü ayaq yoluna çatdırmaq istəsə, biabırçı, acınacaqlı, iyrənc bir mənzərə ilə üz-üzə qalacaq. Avtovağzal binasında ümumiyyətlə ayaq yolu yoxdur. Binadan 5-6 metr məsafədə yerləşən tikili isə içərisində su kranı belə olmayan yararsız, natəmiz, acınacaqlı bir durumdadır. Onun ətrafı isə əsl zibilxanadır. Bir sözlə ərazi sözlə ifadə edilə bilməyəcək vəziyyətdədir və antisanitariya mənbəyidir. Rayonun mərkəzi bazarı da avtovağzaldakı ayaq yolundan çox da fərqlənmir. Artıq bəlkə də 10 illərdir bazar bərbad, uçulub dağılmış vəziyyətdədir. Burada sağlam adam arasına çıxarılası normal piştaxta mağaza yoxdur. Kənd cəmaatı gətirdiyi məhsulu yerə qoyub satmaq və buna baxmayaraq yer pulu ödəmək məcburiyyətindədir. Buranın bazar olduğunu göstərən adi bir lövhə belə yoxdur. Onun girişi isə paslanmış köhnə dəmir-dümür yığınlarının yerinə bənzəyir. Ümumiyyətlə, sanki raket yaxud pua düşmüş bir yerə nə rayon rəhbərliyindən, nə də Bakıdan heç bir səlahiyyətli şəxsin yolu düşməyib. Bura girən qonaq, turist isə gözünü və burnunu tutub çıxmaq istəyir. Rayonun əsas böyük parkı da eyni bərbad durumdadır. Ərazi SSR-nin dağılmasına yaxın vaxtlarda sahibsiz qalmış, dağılıb, tökülmüş köhnə park yerlərini xatırladır. 2011-ci ildən 2024-cü ilə qədər rayonun icra başçısı Eyvaz Qurbanov olub. Onun başçı olduğu illərdə rayonun deputatı Agiyə Naxçıvanlı idi. Hazırda isə deputat 13 il rayona başçılıq etmiş Eyvaz Qurbanovun özüdür. Rayon əhalisinin dolanışığı, iş yerləri, sosial vəziyyəti, korrupsiya və s. kimi mövzuları bir kənara qoyub sadəcə rayondakı yuxarıda qeyd etdiyimiz ictimai yerlərin durumuna diqqət yetirmək kifayətdir ki, Oğuzun nə başçı, nə də deputat sarıdan yarımadığını demək mümkün olsun. Özü də əslən Oğuzdan olan Eyvaz Qurbanovu, Agiyə Naxçıvanlını, elə indiki başçı Cavid Əbdülqədirovu da rayonun və onun əhalisinin reputasiyası görünür qətiyyən maraqlandırmır. Maraqlandırmır ki, qonaqpərvər, mülayim, sakit və təmizkar əhalisi olan Oğuza gələn qonaq avtovağzaldakı ayaq yolunu, bazardakı antisanitariyanı, rayon parkının vəziyyətini görəndə yerli əhali barədə nə düşünür? Ancaq nə olsun ki, rayonda bir dənə normal ictimai ayaq yolu olmasa da hara baxırsınız sizə keçmiş başçının və deputatın mehmanxanasını, restoranını və s. obyektlərini göstərə bilərlər. Rayona yeni başçının təyin edilməsindən artıq 2 ilə yaxın vaxt keçir. Başqa sahələri deyə bilmərik, amma rayonun bu sujetdə qeyd etdiyimiz ictimai yerləri belə bərbad olaraq qalır. Görünür, vəziyyəti düzəlmək üçün bu başçıya da daha 13 il vaxt bəs etməyəcək. Qeyd edək ki, xəbərlə bağlı məlumat Azpolitika info saytında yer alıb. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.